Dörd şey var ki qəlbi öldürər. Nədir olar? 1. Əzzəmb ələzzəmb. Günah dalayca. Qəlbi öldürər. Bu 1. 2. Məhrəm olmayan bir xanımdan heç söhbət eləmək. İndi məhrəm aydındır. İnsanın həyat yoldaşı olar. Bacısıdır. Məhrəm olmayan. İndi bu da bəllidir. İşçidir, danışarsan, sual verər, cavab verərsən, müəllimədir. Bu da bildik. Buna işimiz yoxdur ki. Söhbətimiz başqa söhbətdir. Bütün günü yazışanla, bütün günü danışanla, biri ilə qutardı, o birisi ilə danışanla. Üzr istəyirəm bu ifadələrə görə. Bu insanın qəlbi ölər. Hədis budur. Belə bir insan qəlbi ölər. Axmaq insanla mübahisə eləmək. Görürsən də bu axmaq adam belə bildiyindən əl çəkmir. Bunu qutar da, buna qoy. Sən nə, buna söhbət edirsən. Çəkil kənara da. Buna söz sübut eləmək olur. Və 4-cü buyurdu Peyğəmbərimiz və muhasəbətul mauta. Ölülərlə oturdur eləmək. Dedilər, ya Rasulallah, ölü ilə kimdə oturduran? Qəbirstanında kimdir ki, oturduran? Dedi, bəzilə dirilər ölüdür. Dedi, kim? Qəniyyun mutrif. O imkanlılar, sərvətlilər ki, pulunu işrətə xərcləyir, Allahın yolunda heç yanı xərcləməz, pulunu günaha tökər. Belə insandan oturdur eləmək qəlbi öldürür. Görsən, bəzi adamlar oturdur ondan belə. Nə var, bitkə çörək yiyəcək. Özü ilə də belə öyünür. Qardaş, qəlbin ölür. Oturma ondan.